Salam əziz müdavimlər, xoş gördük hər birinizi. Bugün sizlərlə DİM-in ən son nəşri, yəni 2025-ci il nəşr olan test toplusunun birinci hissəsindən fonetika mövzusunun izahına nəzər salacaq. Gəlin başlayaq ilk sualdan. Deməli, ilk mövzu fonetikanın saitlər və samitlər, onların növləri və tələffüzü haqqındadır. Başlayaq. Hansı sözdə Q hərfi K səsini ifadə edir? Aha, gəlin baxaq. Baxın, məqsəd sözündə K olacaq. Məqsəd. Qəbulda Q olacaq. Qəzetdə də Q olacaq. Nöqtə. Nöqtə. K olacaq. Maraq X olacaq. Diqqət birinci Q K olacaq. Maqnit Q olacaq. Miqyas Q olacaq. Bizə lazımdır K olsun. 1-i seçirik. 4-ü seçirik və 6-nı seçirik. 1, 4, 6, yəni cavabımız olacaq E variantı. Hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Ədavət A uzanacaq, ərazi A uzanacaq, ədalı A uzanacaq, əlavə yenə A uzanacaq. Baxın, əvvəldə uzanma yoxdur, bunu çıxırıq. Ekranda uzanma yoxdur, əmi qızıda uzanma yoxdur, ertədə uzanma yoxdur. Cavabımız olacaq A variantı. Hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur? Aha. Qoşa samitlərin ikincisi cingiltili tələffüz olunur. Baxın, bilirik ki, qoşa K-ların tələffüzü K-C formasında olur. T-ların tələffüzü T-D formasında olur. F-larda, S-larda heç bir fərq olmayacaq. P-ların da tələffüzü P-B formasında olmuş olur. Aha, bizə lazımdır ki, ikincisi cingiltili olsun. O zaman 1-i seçirik, 2-ni seçirik, 3-ü seçirik. Burada yoxdur, burada fərq yoxdur, burada yoxdur. Bir də 6-nı seçirik. 1, 2, 3, 6. 1, 2, 3, 6. Yəni B variantı. Cavabımız olacaq B variantı. 4-cü suala nəzər salaq. Hansı nümunələrdə birinci sözün son samiti cingiltili tələffüz olunmur? Diqqətli olaq şərtə. Gəlin baxaq. Bilirik ki, sonu B, D, C, C ilə bitirsə, özündən sonra samit gəlsə, kar qarşılığı kimi tələffüz olunur. Sait gəlsə, olduğu kimi qalır. İndi palıt qozası, burada palıt T olacaq. Çünki özündən sonra samit gəlib. Yəni, burada cingiltili tələffüz olunmayacaq. Seçirik bunu. Armud ağacı sait gəlib olduğu kimi qalacaq, yəni cingiltili olacaq. Arıq uşaq Q-dan sonra sait gələndə bu Q olacaq. Bu da cingiltilidir, bunu da çıxırıq. 4 manat T olacaq, çünki samit gəlib, bunu da götürürük. Kitab satışı samit gəlib deyə P olacaq, bunu da seçirik. Cavabımız olur 1, 3, 5, yəni E variantı. Daha sonra Q hərfi hansı sözdə Y samitinin kar qarşılığını ifadə edir? Baxın. Demir ki, K hərfi Y samitini ifadə edir. Diqqətli olun. Deyir ki, K hərfi hansı sözdə Y samitinin kar qarşılığını ifadə edir. Birinci müəyyənləşdirməyə görə Y-nin kar qarşılığı nədir? Müəyyənləşdirdik ki, Y-nin kar qarşılığı X-dir, düzdür? Bizə də lazımdır ki, K hərfi X- səsini versin. İndi gəlin baxaq. Lakonik. Baxın, burada da K-nı verir. Burada da K-nı verir. Bu bizə yaramır. Bizim işimizə yaramadı. Liderlik. Hə, burada X- səsini verir. Türk olduğu kimi qalır. Əmlak olduğu kimi qalır. Məkcə. K-C olur. Bizə lazımdır X- ilə B variantındadır. Cavabımız olur B variantı. Daha sonra 6-cı suala baxaq. İlk sözün son samiti kar tələffüz olunur. Bayaq izah elədiyimiz qaydadır. Bilməlisiniz ki, deməli, daha doğrusu bayaqlar BDCC qaydasıydı. Burada bilirsiniz ki, baxın, Q-dan sonra samit gələndə samit bərabər olur X-ya, milli və çox hecalı sözlərimizə. Q-dan sonra sait gələndə bərabər olur X-ya. İndi samit gəlib deyə X olacaq bunun axırı, düzdür? İlk sözün son samiti kar tələffüz olunur. Elə X da kar olduğu üçün bu olur bizim cavabımız. Uşaq ayaqqabısı sait gəldiyi üçün X olacaq. Cingiltili də çıxırıq. Ərik ağacı.
Baxaq. Çıdan sonra sait gələndə y olacaq. Y da cingiltilidir. Bunu da çıxırıq. Çiyələ gətirir. Çıdan sonra sait gələndə y olacaq. Y da cingiltilidir. Bunu çıxırıq. Əncir yarpağı heç bir dəyişiklik olmur. R zaten cingiltilidir. Bunu çıxırıq. Cavabımız olur A variantı. Daha sonra 7-ci suala baxaq. Hansı sözdə Q hərfi X kimi tələffüz olunmur? Gəlin baxaq. Yumşaq X oldu. A-nı çıxdıq. Qaymaq X oldu. A-nı çıxdıq. Yarpaq X oldu. A-nı çıxdıq. Buruq X oldu. Yenə bunu da çıxdıq. Üfik K. Şəfəq K. Müşfiq K. Sadiq K. Hansısa K olacaq. Cavabımız olur E variantı. Aha, digər suala nəzər salaq. Yarışda birinci gələn bizim Məhəmməddir cümləsindəki hansı sözdə cingiltili samitlərin biri kar tələffüz olunur? Gəlin baxaq. Yarışda heç bir fərq yoxdur. Birinci heç bir fərq yoxdur. Gələn heç bir fərq yoxdur. Bizim heç bir fərq yoxdur. Görürsünüz ki, ilk 4 sözdə heç bir fərq yoxdur. Məhəmməddir. Bu sözün tələffüzü necə olacaq? Məhəmməddir. Baxın, sözün tələffüzü belə də R tələffüzə düşəcək. Gəlin bunu yazaq. Deməli. Məhəmməddir. Deməli necə oldu? D-ların birincisi oldu T. Axırdakı R da tələffüz zamanı düşdü. Görürüz, D nə olub? D olur T. Deməli, D cingiltili idi, T kardır. Deməli, biri kar tələffüz olunur. Bəli, 5-ci sözdə D, T kimi tələffüz olunacaq. Ona görə cavabımız olur A variantı. 9-cu suala baxaq. Cərgələrin birində bütün sözlərin uzun tələffüz olunan qapalı sait vardır. Asimanda A uzanır, amma bu açıq saitdir. Ona görə A-nı çıxırıq. Məruzə, nümayiş. Məsələn, nümayişdə A uzanacaq. A da açıq saitdir. Bunu çıxırıq. Xüsusi uzanır, qapalıdır. Musiqi uzanır, qapalıdır. Təriqət uzanır, qapalı. Cavabımız olur C variantı. Daxili A uzanır, açıqdır. Mədən Ə uzanır, bu da açıqdır. Cavabımız olacaq C variantı. Hansı sırada nöqtələrin yerinə X tələffüz olunmalıdır? Bilirsiniz ki, Q-dan sonra sait gələndə Q olacaq. Q-dan sonra sait gələndə Q olacaq. Q-dan sonra sait gələndə yenə Q olacaq. İndi iki nə cavabımız qalır? Ya C, ya da B. Gəlin baxaq. Əxlaq nümunəsi. Bura K olmalıdır. Düzdürmü? Əxlaq nümunəsi. Ona görə burada çıxırıq. Bulaq suyu. Bəli, burada X olacaq. Bulaq suyu cavabımız olur C variantı. Sözlərin hansında Q hərfi K səsini ifadə edir? Gəlin baxaq. Q hərfi K səsini ifadə etsin. Torpaq X olacaq. Rəqs K olacaq. Miqyas Q olacaq. Qütb Q olacaq. Qayıq birinci Q-dır, ikincisi X-dır. Layiq K olacaq. Magnitofon burada da Q olmuş olacaq. Bizə lazımdır ki, K olsun. K da 1-6-dadır. Bir də rəqs 2-dədir. 2-6 E variantı. 12-ci suala baxaq. Hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə yeni mənalı söz yaramaz? Baxın, ilk samiti onun kar qarşılığı ilə. İlk samit kar qarşılığı ilə əvəz olunması üçün deməli ilk sait necə olmalıdır? Cingiltili olmalıdır. Yaxşımı? Təkrar edeyim. Hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə, kar qarşılığı ilə əvəz edilməsi üçün deməli özü cingiltili olmalıdır. Buna diqqət yetirməliyik. Düzdür, burada hamısı cingiltilidir. Bəzən testlərdə olur. Məsələn, səfər sözünü verir. Səfər. Sən düşünürsən ki, hə, burada s-nı öz qarşılığı olan z ilə dəyişsəm, olacaq zəfər. Bunu götürürsən, tutaq ki, bu olsun D variantı. Bunu götürürsən, cavabında səhv çıxır. Niyə müəllim? Niyə səhv çıxır? Ona görə səhv çıxır ki, baxın, bizə deyir ki, kar qarşılığı əvəz etsək, yaxşı, z, s-nın kar qarşılığıdır mı? Xeyr, z, s-nın kar yox, cingiltili qarşılığıdır. Bura diqqətli olmaq lazımdır. İndi gəlin baxaq. Bizə deyir ki, kar qarşılığı əvəz etsək, yeni söz yaranmaz. Dələ, tələ. Tələ sözümüz varmı? Zaman, saman. Saman sözümüz varmı? Zəfər, səfər. Varmı? Vaza, faza. Faza da var. Amma göfər, köfər sözümüz yoxdur deyə cavabımız olur D variantı. 13. Hansı dərəcədəki sözlərin yalnız birində uzun tələffüz olan sait vardır? Katib
yalnız birində, yəni 3 sözün yalnız bir uzun tələffüz olunsun. Katib uzanır, siyasət uzanır. Görürsünüz 2 dənə oldu. Ona görə bunları da çıxaq. Təcili uzanır, qasid uzanır. Burada da 2 dənə oldu. Şikayət uzanır. Heca uzanma yoxdur. Baxın, heca, hesab, söhbət. Bunlarda uzanma yoxdur. Bunlar uzanmayacaq. Ənənə də uzanmır, heca da uzanmır, amma şikayət uzanır. Görürsünüz, biri uzandı, ikisi uzanmadı. Cavabımız budur. Həmrəylik uzanma yoxdur. Surət uzanır, çarə uzanır. 2 dənə uzanma var, bunda çıxın. Dirçəliş yoxdur, mədəniyyət yoxdur, tərcümə yoxdur. Burada heç birində yoxdur. Cavabımız olur C variantı. 14. Cərgələrin birində Q hərfi ardı. Baxın, Q qarşısına G yazıb, yəni G hərfi. Bunun tələffüz forması da sanki G hərfi ardıcıllıqla Q-nı, Q-nı, X-nı və K-nı. Yəni biz baxırıq, birinci Q elə Q-nı verməlidir, ikinci Q X-nı verməlidir, sonra X-nı və K-nı verməlidir. Gəlin baxaq, məsələn, üfüq xətti. Burada K olacaq, düzmü? Üfüq. Bizə birinci nə gəlir? Bizdə birinci Q idi, amma burada K oldu. Ona görə bunu çıxın. Qulaq aparatı. Müəllim, Q-dan sonra sait gəlib, bu Q olur. Birinci Q olur, bunu çıxaq. Xeyr, çıxmırsan. Niyə çıxmırsan? Sən burada birinci Q-ya fikir vermirsənmi? Birinci Q ilə olduğu kimi qalır. İkinci Q-dan sonra sait gəlir üçün Q olur. Otaqsız. Q-dan sonra samit gəlib X olur. Məqsəd K olur. İndi gəlin baxaq. Q, bəli, birinci Q-dır. Q, ikinci Q-dır. Üçüncü X-dır. Dördüncü K-dır. Cavabımız olur B variantı. Digərləri nəzər salaq. Haqqında. Baxın. Bilirsiniz ki, qoşaqların birincisi K olur, ikincisi Q olur. Bunu avtomatik çıxırıq. Müşfiq, bu da K olur, bunda çıxırıq. Bizə birinci Q lazımdır. Aşiq, bu da K olur, bunda çıxırıq. Bizə birinci Q lazım idi. Cavabımız olur B variantı. Tərkibində uzun tələffüz edilən sait vardır. Kamalda uzanma yoxdur. Kitabda uzanma yoxdur. Xüsusi uzanacaq. Laləzar uzanacaq. Laureat uzanma yoxdur. Əhatə uzanacaq. Qurum uzanma yoxdur. Fizik uzanma yoxdur. Düzdürmü? Gəlin belirlək. 4-ü çıxaq. D getsin. B getsin. 6-nı çıxaq. A getsin. Daha sonra 1-i çıxaq. E getsin. 2, 3, 7, 8. Başqa nəyi seçməmişik? Bir dənə 3-ü seçməmişik. Daimi də A uzanmış olacaq. 2, 3, 7, 8. Yəni C variantı olmuş olacaq. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Aha. Son samiti. Qıraq tərəf. Qıdan sonra samit gəlib X olur. Bir dəqiqə. Aha. Samit gəlib X olub. Bu da kardır. Cavabımız olur A variantı. Baxın, Qıdan sonra sait gəlib sınıq Q olacaq. Fındıq Q olacaq. Məktəb elə B olacaq. Çünki sait gəlib. Bilirsiniz ki, B-dən sonra sait gəndə olduğu kimi qalır. Qıdan sonra sait gəlib toyuq yenə Q olacaq. Baxın, B cingiltili, Q-lar cingiltili, amma Qıdan sonra samit gəlir üçün X olacaq. X da kardır. Ona görə cavabımız A variantıdır. 17-yə baxaq. Hər iki sözə saitlə başlanan şəkilçi artırıqda sözün sonunda Q samiti Q samitinə keçmir. Rahat sualdır. Normal olaraq sait artırmalıyıq. Gör, Q-ya keçir, yoxsa keçmir. Uşaq. Məsələn, baxın, uşaq sözünə müəllim necə artırım? Belə artır, bax. Uşaq, üstəgəl, saitlə başqa şəkilçi ın. Necə olur? Olur. Uşağın. Keçdi mi? Q-ya keçdi. Bizə deyir keçməsin. A-nı çıxın. Meeting, piroq. Gəlin C-yə baxaq. Qonaq. Qonaq sözünə sait gəlsən qonağın olacaq. Burada da keçdi. Sonra yaraq. Yaraq sözünü artsan yarağın. Bu da olacaq. Bıçaq, bıçağın. Bu da olacaq. Onun üçün çıxdı. Cavab olur B variantı. Meetingin. Piroqun. Gördünüz? Meetingin, piroqun demirik ki, onun cavabı olur B variantı. 18-ə baxaq. Cərgələrin birində Q hərfi, yəni G hərfi ayrıcı olaraq Q, Q, X və K səslərini ifadə etsin. Bayaq izah elədiyimiz sual tipinə eynidir. Baxın, birinci Q gəlib elə Q-nı verəcək. İkinci Q-dan sonra samit gəlib deyə bu X olacaq. Düzdür? Bizə ikinci nə lazım idi? Bizə ikinci Q lazım idi. Görürsünüz, burada X olur. Onun üçün bunu çıxın. Üfüq xətti burada K olacaq. Avtomatik çıxırıq. Haqqında birinci Q olacaq K. Bunda çıxırıq. Çünki bizə birinci nə lazımdır? Bizə birinci Q lazımdır. Bura baxaq. Qonaq otağı birinci Q oldu. O kimi qalır. İkinci Q-dan sonra sait gəlir üçün Q olur. Yarpaqdan
Samit gəlir üçün x olur, rəqs də k olur. Bəli, birinci q, sonra q, sonra x, sonra da k cavabımız olur. D variantı. E-yə baxsaq, qonaq evi. Burada q olduğu kimi qalır, sonra Sait gəlir üçün q-ya keçir. Bu da okeydir. Dodaq, burada da x olur. Amma qamışlıq görürsünüz, burada yenə q-nı verəcək. Bizə q lazım deyildi. Sonra x-nı verəcək. X da bizə üçüncü lazım idi. Sonuncu bizə k olmalıdır. Burada da k yoxdur. Cavabımız olacaq D variantı. 19. Cəhcələrin birində q hərfi 3 müxtəlif səs ifadə edir. Bu 2024-ün ibtidai sinif müəllimlərinin MIQ imtahanına düşmüş sual tipidir. Tam belə bir sual idi. Q hərfi 3 müxtəlif səs ifadə edir. Ora nəzər salsanız görə bilərsiniz. Aha, gəlin baxaq. Yaraq x olacaq. Qapaq bu q olacaq. Bu axırı x olacaq. Qəlb bu da q olacaq. Görürsünüz. İki səs ifadələri. Yalnız q-nı, x-nı ifadələr görürsünüz. Əslində qalsa 4 dənədir. Amma bizə müxtəlif deyir axı. Burada müxtəlif sadəcə 2 dənədir. Ona görə A-nı çıxın. Qonaq birinci q, sonra x. Otaq yenə x, qapı yenə q. Burada 2 dənə müxtəlif var. Bunu da çıxırıq. Çanaq x, aşıq x, şəfəq k. Burada da 2 dənədir. X-la k. Bunu da çıxın. Çıraq x, məqsəd k, toqqa q-nı və k-nı verir. Düzdür? İndi gəlin baxaq. 1, 2, 3 müxtəlif oldu. E-yə baxaq. Nöqsan k, qərərgah q, rəqs k. Burada da 2 dənə oldu. Ona görə bunu da çıxırız. Cavabımız olur D variantı. Diqqət etsək, sadə sualda, rahat sualda. 20-ci suala baxaq. Klasterlə tamamlayan fikirləri müəyyənləşdirin. Yığ samiti. Bəzi sözlərin tərkibində qoşular işləndikdə tələffüzə biri düşür. Görürsünüz, doğru fikirdir. Manuel tələffüz olunur. Bəli, samit olduğu üçün doğru fikirdir. Manuel tələffüz olunur. 2 dənə fikir doğrudursa, 3-cü fikrimiz də doğru olmalıdır. Əksinə, bunlar yanlış olsaydı, biz yenə yanlışı tapmalıydıq. Kar qarşılığı yoxdur. Kar qarşılığı var. Kar qarşılığı xeyirdir. Sözün sonunda qoşa gələ bilər. Xeyr, sözün sonunda necə qoşa yılar gəlsin? Olmaz. Çıxın. Yazılı kimi tələffüz edilən qoşa samitli söz yoxdur. Niyə? Məsələn, yazıram təyyar. Yazılı kimi tələffüz olunur. Var deməli. Sözün əvvəlində yazılı kimi deyilir. Bəli, sözün əvvəlində bütün hallara y yazılı kimi deyiləcək. Ona görə cavabımız olur D variantı. Sözün sonunda işlənə bilmir. İşlənə bilər. Yəni, elə ola bilər ki, sözün sonunda y ilə bitsin. Məsələn, yazıram gəray. Görürsünüz, sözün sonunda y ilə bitdi. Ona görə cavabımız olur D variantı. Digər suala baxaq. 4 məqamda qalın, açıq dodaqlanmayan saitin tələffüz edildiyi sözü müəyyənləşdirin. 4 məqamda, yəni 4 yerdə qalın, açıq dodaqlanmayan sait işlənsin. Bilirik ki, birinci müəyyənləşdirək görək bu qalın, açıq dodaqlanmayan sait hansıdır? Yəni 3 xüsusiyyət bir dənə sait aid olmalıdır. Sən ayrılıqda orada qalan sait, açıq sait, dodaqlanmayan sait axtarma. Yaxşı, çünki 4 dənə qalan sait var, tutaq ki. Və yaxud da ki, açıq saitlər, dodaqlanmayan saitlər nə biləcəksən, hansını seçəsən. Amma bu 3 xüsusiyyət bir dənə saitdə toplanmalıdır, cəm olmalıdır. Qalın, açıq dodaqlanmayan sait hansıdır? Məsələn, o saiti həm qalındır, dodaqlanmayan deyir, düzdür? O dodaqlanacaq, elə deyil. Deməli, qalın, açıq dodaqlanmayan A ola bilərmi? Ola bilər. A həm qalındır, həm açıqdır, həm də dodaqlanmayan. Bizə lazımdır ki, bir dənə sözə 4 dənə A olsun. Gəlin baxaq. Görək, hansı sözə 4 dənə var? Aratoriya. Aratoriyada baxın, bu olacaq A. Bu O olacaq. Deməli, baxın, 1 dənə A, 2 dənə A, 3 dənə A. Burada 3 dənə oldu. A-na çıxın. Arfoqrafiya. Arfa, bu olur A. Bu da olur A. 2 dənə də A var. Arfoqrafiya. 4 dənə A oldu mu? Oldu. Morfologiya. Morfologiya. Baxın, A olur. A olur. Bu O olur. Bu da A olur. Düzdür? 1, 2, 3 dənə var burada. Bunu da çıxın. Magnetofon. Magnetofon. Burada bu olur A. Deməli 2 dənə A var. Bunu da çıxın. Astronomiya. Bu olur A. 1, 2, 3 dənə A var. Bunu da çıxın. Deməli cavabımız nə oldu? Cavabımız oldu B variantı. Baxın, bu tipli suallara son dərəcə diqqətli olmaq lazımdır. Bəzən müdavimlər nə edirlər? Bayaq dediyim kimi ayrı-ayrılıqda gedib qalın, açıq dodaqlanmayan sait axtarırlar. Belə bir sual qarşınıza çıxanda bu 3 dənə xüsusiyyətə uyğun gələn bir dənə sait seçin, yaxşı? Təzən həmin saitin işləndiyi sözü tapın.
22-yə baxaq. Fərqləndirilmiş sözlərin hansıların son samiti cingiltili tələffüz olunur? Baxaq. Son samit cingiltili tələffüz olunur. Baxın, bunu bayaqdan dəfələrlə demişəm sizə. Qıdan sonra sait gəlir üçün ğı olur. Bayraq işığında. Bayraq mənliyimdir. Burada x olur. Çünki samit gəlib. Burada samit gəlib. Yenə x olur. Bura sait gəlib. Ğı olur. Rahat sual tipidir. Son samiti cingiltili tələffüz olunur. Harada sait gəlib? 1-də sait gəldi. 1-də 4-də sait gəldi. Deməli, cavabımız nə olur? 1 ilə 4. Gəlin bir daha nəzər salaq. 2-də samit gəldi, 3-də samit gəldi. Bəli. 23-cü suala baxaq. Hansı bənddəki sözlərdə k-yı, q-ı əvəzləməsi baş vermir? Gəlin baxaq. İştirakınız, iştirakı, iştirakçı. Görürsünüz, hamısı k olaraq qaldı. Burada baş vermir. Küləyə. Görürsünüz, y oldu. Küləyin yenə y oldu. Bunu çıxın. Müttəfiqimiz, müttəfiqin, müttəfiqə hamısına q olaraq qaldı. Bunu da götürək. Bayrağın, bayrağa hamısına q oldu. Bunu çıxırıq. Əvəzləməsi baş vermirsə 1-dən 3-ü seçirik. Cavabımız olur 1 və 3. 24. Hansı sözlərə cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur? Baxın, diqqətli olun. Cingiltili samit keçməlidir özünün kar qarşılığına. Baxaq. Təmiz karlıq. Baxın. Təmiz karlıq sözünün tələffüzünü yazaq. Təmiz karlıq. Nə oldu burada? Q oldu x. Sonra l oldu r. Nə lazımdır bizə? Cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur. Müəllim, burada q x olub. Seçəkmi bu sözü? Xeyr, seçmirsiniz. Niyə? Çünki q-nın qarşılığı k-dır. Müəllim, burada l, r olub. Bilirsiniz ki, l-nın ümumiyyətən qarşılığı yoxdur. Ona görə bunu çıxın. 1 getdi. 2-yə baxaq. Buluddan. Baxın, bu sözün tələffüzü belə olacaq. Buluddan. Necə oldu? Burada d, burada t-ya çevrildi mi? Görürsünüz, d, t oldu. Həqiqətən d cingiltilidir. Kar olan t-ya keçir. Deməli, 2-ni seçirsiniz. Bunu pozaq, yerimiz olsun. Aha, maraqla. Baxın, necə olur? Maraqla. Sona bir n əlavə olundu. L oldu, n, q da oldu, x. Q-nın qarşılığı x deyil, k-dır. Bunu çıxırsınız. L-la n-nın da ümumiyyətlə qarşılığı yoxdur. İşimizə yaramır. Şəfəqlər. Şəfəqlər. Bəli. Bayaqdan axtardığımız q-nın qarşılığı k idi. Düzdür? Deməli, 4-də seçirik. Palıdın. Heç bir fərq olmur. Bunu çıxırıq. Cavabımız olur 2 və 4.